Uzun bir aradan sonra hamıya salamlar. Yeni bir dövre kartı var. Çok maraqlı, qiymətine göre çok maraqlı bir dövre kartıdır. Şimdi bunun açılışını eləyəcəm, sizlərlə bir incələyək. Mən özüm birinci dəfə də açıram. Böyle küçük bir dövre kartıdır. Ops. Yere düştü, üzürlü sayın. Demek böyle küçük bir dövre kartıdır. Demek bu dövre kartı ne iş görür? Bunun bir tarafından 8-30 volt DC arası bir şey verirsiniz. Çıxışda Power Delivery 65 wattlıq bir çıxış əldə edirsiniz. Ölçüsü çok kompaktdır. Böyle diyeyim. 2 santi yarımın 2 santiye. Yok. 3 santimin 2 santiye təxmini o boylarda bir şeydir. Dövre kartıdır. Üstünü yaxından incələyə bilərsiniz deyə biraz uzun müddət saxlayıram. Bir tərəfdən müsbət, bir tərəfdən mənfi verdiyimiz zaman bu çıxışda Power Delivery almalıyıq ya da Quick Charge. Dəqiq baxaram onun da adına. Buna bir kabel lehimləyək, sonra yenidən davam edək. Demək, buna mənfi və müsbət kabelləri lehimlədim terminallara formada. Buna yoxlamaq üçün fikirləşirəm 20 volt vermək və 4 amper. Gərginliyimizi ayarlayaq. Voltajı verək 20 volt. Amperaj 4 amper. Və qoşaq. Hal-hazırda qoşmuşuq. Gördüyünüz kimi üstündə heç bir ışıq yanmır. Heç bir axım da getmir. Sıfırdır hal-hazırda. Yəni qoşulu olduğu müddətdə heç bir sərfiyyat yoxdur. İndi nə ilə yoxlayaq bunu? Məndə bir USB tester var. Belə bir testerdə. Bu testeri bağlayaq. Hətta testeri bağladığımızda belə heç bir axım çəkmirik. Buradan da görsəndiyi kimi. USB Type-C-dən Type-C'yə bende bir 65 wattlıq bir kabel var. Ugreen firmasının. Təbii ki, bu videoda heç bir sponsor yoxdur. Gəlin yoxlayaq bunu bizim T80P'nin üzərində. Aha, indi qoşdum. 10 mAh çəkilir hal-hazırda. Burada da ekran titrəyir düzdür. Belə çevirək daha rahat görsənsin. Hal-hazırda alırıq buradan 5 volt 0.05 mAh. Ama yuxarıda isə 10 mAh göstərir. Start verək. Dərəcə artdıqca 1.6 amperə təxmini qədər bir şey çəkir. 30 wattlıq bəyənlikdə görürsünüz. 30 wattı bir ara gördük. 2.2 amper hal-hazırda çəkilir. Amperaj düşdü. Gəlin soğudaq ucu. Soğutduqca yenə wattın yüksəldiyini görəcək. 27 watt və s. o arada gəzir.
Belə bu 30 wattlıq bir lehim havyasıdır, belə deyək, lehimləmə qələmidir. Daha yuxarı olanı var. 70 wattlığı var məndə. PD210. İstəyirsiniz bununla da bir test eləyək, görək o nə deyəcək. 41 watt hal-hazırda çəkir. Soğutmağa çalışaq, görək maksimal nə qədər çəkə bilir. Daha yaxşı olar. Bu hissəni mən tamamilə suyla doldurum. Birbaşa suyun içində yoxlayaq. Soğutma daha çox olsun ki, daha çox cərəyan çəkə bilək. Yenidən diqqət eləyirik ekrana. Həm bu, həm də küncdə qida blokundan gələni də göstərəcəm. Davamlı soğutmağa davam edirik. Watt. Yuxarıda da elə təxmini 41 watt, 40 watt qida blokunda görünür. Söndürək, yenidən soğudub yoxlayaq. İlk startda məncə daha çox görə biləcək. Demək olar tam soyub. Taxmamışdan öncə bura diqqət. Aha. Böyle taxan kimi nə qədər başlayacaq xərcləməyə. Təxmini 40 watt civarı. 40 watt oradan çəkir, amma burada 37-38 watt arası göstərir. 13 watt. Bence əladır. Yani bu da artık yuxu rejiminə keçdi. Kofe şəkli çıxardı burada. Yani belə maraqlı qısa bir video oldu. Demək bu modul nə işə yaraya bilər? Qida blokunu söndürüm, ondan sonra devam eləyək. Bu nə işə yaraya bilər? Misal üçün qiyməti cəmi $1'dır. Bu arada deyim, $1 kimi belə gülünç bir qiyməti var. Bu nə işə yaraya bilər? İstifadəsiz qalmış bir SMPS qida bloku. Misal üçün 24 voltluq, lap 12 voltluq bir qida blokudur. Notebook adapteri ola bilər. İstifadəsiz qalıb, onun çıxışını buna birbaşa verib power delivery çıxışı almaq olar. Ya da avtomobildə istifadə eləmək olar. Telefonu şarj eləmək üçün, powerbankı şarj eləmək üçün, istənilən bir şey, notebookun özünü şarj eləmək üçün. Deyək ki, yeni nəsil notebookunuz var, laptopunuz var və adapteri sıradan çıxıb. Həmin o sıradan çıxmış adapteri Type-C olan, şarj olan adapterlardan söz gedir, söhbət gedir. Həmin köhnə adapterları, belə buna bənzər başlıqları olan adapterları ondan əvəz eləyə bilərsiniz. Başlığı kəsirsiniz və Pitaniyanı birbaşa bu modula verib Type-C ilə artıq 65 wattlıq çıxış ala bilərsiniz və notebooku şarj eləyə bilərsiniz. Bir çox yerdə istifadə eləmək olar. O sizin fantazinizə qalmış bir işdir, belə də demək olar. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyənib abunə olmağı unutmayın. Əgər hər hansısa bir sual olarsa, yoxlamağımı istədiyiniz şərh bölməsində yaza bilərsiniz kommentariyalarınızı.
Təşəkkür edirəm, hamıya uğurlar.